Salam dəyərli müəllimlər, mən İsayeva Röya. Bugün sizə MHM50 sınaqdan sınaq 10-u izah edirəm. Deməli, birinci sualımız budur. Morfoloji təhlillə bağlı doğru fikirləri müəyyən edin. Hər gün işə rəfiqəm Lalə ilə gedər, axşam Fuadla qayıdaram. Feillər xəbər şəklindədir. Bəli, gedər və qayıdaram. Hər ikisi gələcək zamandadır və xəbər şəklindədir. Deməli, bir oldu doğru. Sonra əvəzliyin iki növü var. Xeyr, burada əvəzlik hər gün əvəzlik deyil, hər gün ayrı yazılan zaman zərfidir. Deməli, əvəzliyin növü yoxdur. İsim, deməli, 2 səhv cavabdır, olmur. İsimlərin halı eynidir. Rəfiqəm adlı xal, Lalə adlıq, Fuad adlı xal. Amma işə yönlük aldır. Deməli, isimlərin halı eyni deyil. 3 olan cavabı da çıxardım. İlə qoşmadır, bəli, Lalə ilə gedər, Fuadla qayıdaram. Deməli, 4 də doğru cavabdır. Cümlə təyin əvəzliklə başlayır. Xeyr, dedim ki, əvəzlik yoxdur cümlədə. Deməli, 1 və 4 doğru cavabdır. Yəni, doğru cavabın sayı 2-dir. B bəndi. Keçək ikinci sualımıza. Hallarını ardıcılıqla müəyyənləşdirməliyik. Afşinin yiyəli kaldır. Qoşunu adlı kaldır. Səhl adlı kaldır. Atını təsirli kaldır. Babəkə yönlü kaldır. İndi gəlin görək yiyəlik, adlıq, yiyəlik, adlıq, sonra təsirlik yönlük hardadır? C-dədir. Keçək 3-cü sualımıza. Əvəzlik və ədat kimi düşünülə bilən belə sual qarşınıza çıxdısa, nə, necə, elə belə axtarsınız. Vəssalam. Nə, necə, elə belə. Görün, hardadır o? Deyir ki, və burada ikisi də düşünülsün. Elə danışanda kimsə etiraz edəcək. Elə danışanda necə? Necə sualı verirəmsə əvəzlikdir. Bir də elə danışanda kimsə etiraz eləyəcək. Həm də buna ədat kimi düşünə bilərəm. B bəndi. Siz deyirsiniz, axı C-də belə də var. Dostu Cavanşir belə Əhmədi bağışlamadı. Burada dostu Cavanşir belə hətta Əhmədi bağışlamadı. Burada yalnız ədat kimi düşünə bilərəm. Burada necə sualını verib əvəzlik kimi verə bilmərəm onu. Deməli, B bəndi. 4-cü sual. Sintaktik təhlillə bağlı doğru fikirlər. Bəhmənyar parlaq istedad və çalışqanlığı ilə İbn Sinanın ürəyinə yol tapmışdı. Müəllimlər, burada bizə nə lazımdır? Doğru fikir. Sadə cümlədir. Bəli, yol tapır Bəhmənyar. Bir mübtəda, bir xəbər. Bu əla. Biri götürdüm, doğru. İkinci, sifətlər. Sifətlər nə gəzir burada? Bir dənə parlaq sifəti var. Deməli, 2 olan cavabları çıxarın geçsin. Mürəkkəb cümlədir. Xeyr, əgər bu cümlə ya 1 ya 3, ikisindən biri səhv olmalıdır. Bir deyir sadədir, biri mürəkkəb. Biz də gördük ki, sadə cümlədir. Bir mübtəda, bir xəbər var. Ona görə 3 olan cavabı çıxartdım. Xüsusi isim müstəqil cümlizvi deyil. Niyə deyil ki? Kim? Bəhmənyar müstəqil cümlizvidir. Ona görə 4 olan cavabı da çıxartdım. Qaldıq 5-də. Xəbər frazoloji birləşmədir. Bəli, ürəyinə yol tapmış. D bəndi 1 və 5. Aha. Keçək, gecəliyə sözü haqqında fonetik təhlilinə. Ahəngə tabidir. Bəli, 4 hecalıdır, vurğu sona düşür. Bəli, keyfiyyət dəyişməsi var. Bəli, səs dəyişimi keyfiyyətdir. Səs düşümü, səs artımı kəmiyyətdir. Saitlərin sayı samitlə bərabərdir. 4 sait, 4 samit var, düz deyir. Açıq, incə dodaqlanmayan sait var. Niyə? Gecəliyə. Bax, i qapalı da axı, sait samitlərdə tələffüzə baxmalıyam. Deməli, E bəndi yanlış cavab. Keçək növbəti sualımıza. Baxaq. Deməli, müəllimlərimiz durğu şairlərinin ardıcılığı. Mahmud Kaşqarlının Divan-ı Lüğət-i Türk əsərin adı. Neyinirəm? Dırnaqda verirəm. Əsərində oxumuşdum ki, vergül, Gəncə adlanır və deyərsiniz adlanır xəbərdir. Xəbərdən sonraki söz kiçik hərfdir. Bəs niyə vergül qoymursan? Ona görə qoymuram ki, vənin nə o tərəfində, nə bu tərəfində vergül olmaz. Bu, nə bu? Vergül istəyən budur bu. Deməli, bir dənə budan sonra bir vergül də qoyduq. 50 dənə vergül çıxdı. Bir yoxdur, düzəldik. Bu, vacib bir məlumat idi. Deməli, dırnaq, vergül, 2-dən və budan sonra. Düzə cümlənin sonunda nöqtə. Deməli, oldu cavabımız nə? 6-cı testdə E bəndi. Keçək əvəzliyin növləri. Bu şəhər işarə, mən şəxs, yenə mən şəxs, öz təyini, bu yenə işarə. Gəlin görək bu cavab hardadır? 7-də işarə, şəxs, təyin işarə A bəndində. İntonasiyanın köməyi ilə əmələ gələn sual. İntonasiya demişəm odur ki, orada nə ədat yoxdur, nə əvəzlik. Bax, orada bu sual var. Bu sualın yuxarısını qaralasam, onlar nəqli cümlə. Yəni, sual cümləsindən cümlə çıxar. İndi gəlin baxaq görək.
Bilirsinizmi? Mən artıq heç kim inana bilmirəm. Ümumiyyətlə bu cümlənin sonunda nöqtə var. Nöqtə varsa bu cümlə sual cümləsi olmur, artıq nəqli cümlə olur. Deməli bu getdi. Sual cümləsi deyir ağzında. Deməli sonunda sual olmalıdır. Məgər sual ədatı var, intonasiya, deməli yalnız intonasiya deyil. Neçə sual əvəzliyi var? Bəs sual ədatı var. Amma Ələsgər, sən də sabah Qarabağa yola düşürsən, görürsünüz, nə ədat yoxdur, nə əvəzlik yoxdur. Və burada sonda bu sualın yuxarısını silsən, düşürsən, onlar nəqli cümlə. Deməli cavabımız D bəndi 8-də. 9-cu sualımıza baxaq. Kökü isim olan eyni köklü sözlər. Bax, əkinçilik sözünün kökü ək feilidir. Deməli bu getdi. Bizə kök isim lazımdır. Soyut sözünün kökü soyumaq yenə feilidir. Bu da getdi. Kökləri feil olduğu üçün getdi bunlar. Dinlə sözü sadə sözdür. Anla, danla, dinlə sadə feillərdir. Sadə söz heç vaxt eyni köklü ola bilməz. Eyni köklü hökmən kök və leksik şəkilçi olmalıdır. Əlim sözündə im qrammatikdir. Qrammatik şəkilçi sözdə leksik yoxdursa, təkcə qrammatik varsa eyni köklü yarada bilməz. Qaldı D variantı. Bağban, bağlı, bağlantı. Tamamlıq feili birləşmə ilə ifadə olunubdur. A bəndində ümumiyyətlə feili birləşmək yoxdur. B bəndində İbadət etmək mürəkkəb feildir. Yoluna azanları düz yola çəkmək isə məsdər tərkibən ifadə olunmuş mübtədədir. Bu da yoxdur deməli. C-də ümumiyyətlə söz birləşməsi yoxdur. D-da hansı valideyn sağlığında valideyni saymayan? Kim? Valideyn öləndə kim? Burada feili birləşmə mübtəda rolundadır. Bu da getdi. Amma onun güldüyünü feili birləşmədir və tamamlıqdır. E bəndi. Keçək. 2 leksik 2 dənə qrammatik olmalıdır. 2 leksik 2 qrammatik gəlin görək hardadır. Gəlin əvvəlcə onu sizə deyim ki, çəkisizlikdən 3 dənə leksikimiz var. Bu cavab getdi. Sonra azal, azalt, azaldıldı. 3 leksik 1 qrammatik var. Bu da getdi. Sonra qəribsə, bir dənə leksik 1 dənə qrammatik var. Bu da olmur. Sonra azadlıqdakılar. Bir dənə qrammatik var, bu variantda getdi. Kəşfiyyatçılardan. 2 leksik, mal, darlıq, dandır. Danlandır, 2 qrammatik var. Bərk, bərki, bərkid, irdi, 2 leksik, 2 qrammatik oldu. Cavabımız hansı variant oldu? Cavabımız oldu B variantı. Müəllimlər, bir də mən planşet təmirdə olduğu üçün telefonla çəkirəm çəkilişi. Xahiş edirəm, nəzərə alarsınız. Yerlik halda olan zərflikdir. Yəni, nə qüsur olsa bilin ki, ona görədir də. Yerlik halda olan isim zərflikdir. A bəndində deyir ki, gündə nə zaman? Bu zərfdir. Gündə söz nə zaman sonuna cavab verir, zərfdir, yerlik halda isim deyil. Sən əvəzlikdir. Evdən çıxışlıq haldır, yerlik hal deyil. Həsəndə qalan şəkillər, hansı şəkillər? Həsəndə qalan yerlik halda isimdir və tərkibin içində də bütöv təyin olur. Bakıda uca binalar, hara da deyibəndi. Verilmiş sözlər neçəsi homonimdir? Qaz, yanan qaz, gəzən qaz, yeri qaz, çağ, deyir hayqır könül, bundan betər çaxanı, ağlamağa vaxtanı, çağ vaxt deməkdir. Sap, baltanın sapı, iynənin sapı, əsər əlamət, bir də ki, yazılan əsər, dəf kimidir, bir də dəf etmək, itmək, bir də həyətdəki it. Neçə dənə söz olur? 2, 4, 2, 3, ikisi burada, 3'ü burada, bir də burada. 3, 3, 6 dənə olur B bəndi. 13-də B. 14. Xəbər frazoloji birləşmə olan həm antonimi var, verilmiş frazoloji birləşmə birinin həm antonimi, həm sinonimi var. Baxaq görək hansının həm antonimi var, həm də sinonimi var. Baxaq müəllimlər. Deməli deyir canına yatmaq. Aha, elə cavabımız budur. Niyə? Canıma yatır, yəni ürəyimə yatır, ürəyimə yax kimi yayılır. Görürsünüzmü? Sinonimi var mı? Var. Antonimi də var. Bəli. Məsələn, canına yatır, yəni ürəyinə yatır. Bir də könlümcə, məsələn, könlümə yatmadı, ürəyimə yatmadı, xoşuma gəlmədi kimi sözlər həm də antonimi ilə bəndir. Sonra jelatin heyvan mənşəli maddələrin qarşılığıdır. Suda durulaşmış turşularda şişir, lakin həll olmur. Qızdırıldıqda yapışqan məhlula çevrilir, o da soyuduqda həlməşik əmələ gətirir. Sümük, qığırdaq, vətər və s. suda uzun müddət qaynatmaqla hazırlanır. Qaynatma zamanı tərkibindəki kollagen maddəsi glutenə çevrilir. Alınan məhlulun suyunu buxarlaşdırıb jele əmələ gəlincəyə qədər soyudur, sonra doğrayıb qurudurlar.
Jelatin təbəqə şəklində və ya narın halda istehsal edilir. Jelatin yeyinti sənayesində, foto və kino materialları sənayesində, texnikada, tibbdə, biologiyada işlədilir. Deməli, bizdə bu doğru fikir istəyir. Tam təbii şəkildə əldə edilir və tam təbii şəkildə əldə edilsə bu da zülmü niyə çəkirlər? Olmadı. Qida kimi zərərli də istifadə edilmir. Bizə bir şey, elə bir söz görmədik bu cümlədə. Rahatlıqla həll olunur. Bu qədər proses bəs nə idi onda? Özə deyir, suda rahatlıqla həll olunur. Suda rahatlıqla həll, lakin deyir, həll olunmur suda. Görürsünüz? Deməli, bu da səhv cavab oldu. Tərkibində dəyişmə baş verir. Bəli, baş verir. Çünki deyir ki, burada gördünüz, dedi ki, qaynayanda, bax, qaynayanda kollagen glutenə çevrilir. Deməli, D bəndi doğru cavab. İstehsal forması bir istiqamətli deyil, xeyr, bir istiqamətli deyil. Bax, kino materialı, texnika, tibb, biologiya gör neçə sahədə istifadə olunur. Sonra keçdik 16-cı sualımıza. Müəllimlərimiz deyir, sadə say, düzəltmə say, mürəkkəb. Düzəltmə say deyəndə cəmi 5 dənə say düzəldən leksik şəkilçi var da, larca, larla, lu, acı, qıncı. Lu bir dənə çoxlu sözündədir, acıq bir dənə azacıq sözündədir. Heç kim onun neçə kitab aldığını bilmədi. Ümumiyyətlə, burada neçə sayın sualdır, sayın özü deyil. Say yoxdur ümumiyyətlə bu cümlədə. Neçədir, nə qədər, bunlar say deyil, sayın suallarıdır. Ona görə A harada varsa silin getsin o variantı. Çünki A ümumiyyətlə say yoxdur adı. Bu iki variant getdi, deyilən E getdi. Deyir ki, müdür axşamacan için 4də 1 hissə mürəkkəb saydı. 3 uyğun gəlir, B bəndi. Xeyli danışmaq, hərəkətə aid deyə zərfdir. Burada say yoxdur bu cümlədə, ona görə C olan cavablarda silək getsin. Deməli, A ilə D-da qaldıq. Mitingdə yüzlərlə düzəltmə saydı, 2də də uyğun gəlir E variantı. Sonra belə deməli kimsə bilmədi 10 kitab. 10 da sadədir, 1-ə də uyğun gəlir F variantı. Deməli 1 F, 2 E, 3 B. D nə idi ki? Saysız hesabsız, bəli, mürəkkəb saydı. 3-ə B və D. Cavabımız olur A bəndi. Mətn haqqında əlaqəsi zəifdir. 3 nəfər müəllimlər, mən bunu sınaq hazırlamışam. Yazmısınız yəqin ki, bu il ərzində onu. Onu yazanlar sınağı tanıyırlar. O hərənin bir baxış bucağı məsələsidir burada. Məsələn, kimi gördüyü işdən ləzzət alır, kimi onu problem kimi görür, kimi yalnız maddiyat kimi görür. Bu məqamdan gedir söhbət. 3 nəfər daş ərlədir. Birindən soruşurlar, nə işlə məşğulsan? O alnının tərini silərək cavab verir ki, zülüm çəkirəm. İkinciyə yaxınlaşıb eyni sualı ona da verirlər. Bəs sən nə edirsən? O qollarını çırmalayaraq işgüzar bir tərzdə cavab verir. İşgüzar tərzdə cavab verir. Pul qazanıram. Bu dəfə üçüncüdən soruşurlar, bəs sən nə edirsən? O göyə baxır və cavab verir, məbəd tikirəm. Hər kəs gördüyü işin mahiyyətini anlamır, bəli, hərə öz baxış bucağından baxır. Yüksək amalların varsa yaşayırsan, bəli. Hamı gördüyü işdən eyni dərəcə zövq almır, bəli. Eyni işi müxtəlif şəxslər görür, amma yanaşma şəxsə görə dəyişir, bəli. Sən işlə gün gələr qarşılığını alarsan. Sən işlə gün gələr qarşılıqdan getmir söhbət. Sən bizim baxış bucağı, gördüyümüz, işə verdiyimiz dəyərdən gedir söhbət. Morfoloji təhlil haqqında yanlış fikir seçin. Lütfi Tehranda əvvəl İngilis təmayüllü kollecdə, sonra Tehran Universitetində təhsil almışdır. Deməli, bizə nə lazımdır? Yanlış fikir lazımdır. Cümlədə 3 xüsusim işlənmişdir. Gəlin baxaq görək. Lütfi Tehran, bir də Tehran. Bəli. Qoşma ilə amonim olan zərf işlənmişdir. Əvvəl sözü. Bəli. Yerlik halda olan bir söz var. İngilis təmayülü, İngilis, Tehran Universiteti. Yerlik halda olan bir dənə söz var. Lütfizadə İngilis təmayüllü. Kollecdə, İngilis burada qeyri-müəyyən yerlik, təmayülü deyil, təmayüllüdür. Yox, bu qeyri-müəyyən yerlik hal deyil. Burada Tehran sözü də qeyri-müəyyən yerlik hal. Deməli, bu da düzdür. Feil imiş hissəci ilə işlənmişdir, almışdır. Xeyr, mış kökə qoşulub, hissəci ola bilməz. D variantı. Bax, almaq. Mışı maqla əvəzləyirsənsə, idi, imiş, mış, dıdı, mışdı, sadı. Bunların maqla əvəzləyirsənsə, heç vaxt hissəci ola bilməz. Yerlik halda 3 söz işlənibdir. Tehranda, kollecdə, universitetdə. Düz deyir. Feilin vacib şəkildə işlənmiş söz hardadır? Gəlin baxaq görək hardadır. Büzmə, büzməli. Bu isimdən düzəlmiş sifətdir. Görməli yer. Malıməli feili sifətdir. Yanaşmalı nə etməli? Bəli. Danlamamalı nə etməli? Cavabımız C variantıdır. Sürmə, sürməli. Bu da isimdən düzəlmiş sifətdir. Büzməli kimi. Yeməlidir. O portağal yeməlidir. Bax, vergülü qoymayıb burada. Deməli, burada hansı sualına cavab verir? Və o portağal necədir? Bu da olub feili sifət.
Amma vergül qoysaydı o portağal yeməlidir. Nə etməlidir olardı? Deməli, burada cavabımız oldu. Hansı variant? C bəndi, C. E bəndində vergül yoxdur deyə fe'li sifət götürürəm. O portağal yeməlidir. O portağal necədir? Yeməli. Amma əgər odan sonra vergül qoyulmasaydı, o nə etməlidir? O portağal yeməlidir. Onda olardı vacib şəkil. 20-ci sual hanı burada? 19 dənə sualdır. 57.